Davam edirik dostlar. İkili ekranlarda axtarışda olan şəxsləri görürsünüz. Baxın, bu şəxslərlə bağlı bilginiz varsa, məlumatınız varsa, qaynar xətlərimizi görürsünüz. Bizimlə əlaqə saxlayın. Məmmədova Ülkər Cahangir qızı axtarılır. Quliyev Şahin Ziyadxanoğlu axtarılır. Davam edək. Bəhruz Hacıyev Ağayaroğlu axtarılır. Nə qədər Rusiya-Ukrayna müharibəsində itkin düşənlər var, Allahım. Quliyev Əlişan Nüsrətoğlu axtarılır. Hüseynov Eldəniz Dəmiroğlu axtarılır. Məmmədov Rafiq Musaoğlu, Balayev Balayar Xəliloğlu, Mühammedov Əhməd Mahmudoğlu və onlarla bu kimi axtarışda olan şəxslər var. Tanıyıb bilənlər bizimlə əlaqə saxlayın. 055-101-01-47 əlaqə nömrəmizdir. Bilirəm, 5-ci gün Nazqız xanım, mikrofonu götürün. 56 ildən sonra bərabər 56 il yaşadığın bacının sənin bacın olmadığını, sizin bacınız olmadığını iddia etmişdiniz, düzdür? Bəli, şübhə eləyir, çoxdandır. DNK-nın cavabı da Nazqız xanım, sizdən rica edirəm, hündürdən danışın, hamı sizi eşitsin. Mikrofonu da yaxın tutun. Nə dediniz biraz öncə? Deyirəm, çoxdandır, uzun illərdir də. Necə? Uzun illərdir şübhə ilə yaşayırıq. Anam da yaşayıb o uzun illər. Rəhmətə gedib. Bəs atanız? Allah ölənlərimizə də rəhmət Bəs eləsin. atanız? Atam da. Atandanız? Atam da rəhmətə gedib. Rəhmətə gedib, bilirəm. O da mı şübhə ilə? Eləyiblər də. Mən evin böyük qızı olmuşam da, dedim. Ancaq mənə demişdilər onu. Atanızı neçə yaşında itirdiniz? Atam elə bir 70 yaşını keçirdik. Anam belə cavan rəhmətə gedib. Yaxşı. Yaxşı, Nazqız xanım. Atanız da deyirdi, bu mənim qızım deyil. O da şübhələnirdi. Amma bürüzə vermirdik. Heç vaxt deməmişik ona biz. Heç vaxt. Uzun illər deməmişik. Amma ürəyimizdə elə bir... Siz nə danışırsınız? O qadın burada danışdıqlarını danışdı. Üzünə düz oxşamırsan demişik. Oxşamırsan. Həmişə o sözü demişik. Mən etiraf edirəm. Etiraf edirəm. Yalan danışmıram. Demişik oxşamırsan da. O biriləri oxşuyur, bu oxşamır. Ona şübhə yarandı. Amma gəlmək istəmişəm. Həmişə veriliş açılandan 15 il müddətində. Amma uşaqlar balaca olanda müəyyən səbəblərə görə yaxınlaşmamışam. İstəmişəm həmişə gələm. Amma sonra bu zəng, axırıncı dəfə gələn zəng yenə də məni məcbur elədi gəlməyə. Ki, şübhədən çıxaq. Mən sizə inanıram, siz verilişə inanıram. Həmişə bu verilişə baxmışam. Uzun nətər deyim, çox sirlər açılıb bu verilişdə. Həmişə gəlmək istəmişəm. Axırda qərara gəldim. O zəngdən sonra məsləhət elədim. Düzdür, bacımla da məsləhət eləmişəm. Sonra ürəyin sınmasın da, yəni belə getmək istəyirdi. O da get. Sizcə sınmayıb mı? Dedi, get. Bəlkə mən doğrudan da Nazqız dəyişmişəm. xanım, siz onun ürəyini sındırmışsınız. Neçə il? Ki, bacınız çıxmasa nə dəyişəcək? Müəllim, düzdür, burada mən gələn vaxtdan da bütün ekspertlər, burada əyləşən O, hamıya mənə də maraqlıdır. fikirlərinə hörmətlə yanaşıram. Mən nə dəyişəcək soruşuram. Mən Yəni, burada demirəm. heç nə dəyişmir. Bir dənə o şübhə dedim də, anamın elə Yəni, beyniniz sakitləşəcək də. Sizin bacınızın sizə qarşı duruşu necə olacaq? Bəs sizdən imtina eləsə? Hətta o insanın halına girmişsinizmi bacı? Ya o nə fikirləşir, nə hiss eləyir neçə ildə? Salam qızım, buyur, buyur. Allah burada əsəbdən ətimi didirəm mən. Belələrini xəstəxanaya basmaq lazımdır. Belə insanları xəstəxanaya basmaq lazımdır. Həqiqətən bunlarda çatışmır deyəsən. Paranoyadır da. Niyə görə elə düşünürsən, Solmaz? Hə? Niyə elə düşünürsən? Kəskin də olsa məntiqli gəlir. İnanırsınız burada ürəyim necə atır? Gecəni mən yatmamışam. Bilirsiniz, mən saat neçədə yatmışam? Yəni sən deyirsən Səhər saat 5-də yatmışam. Vay, 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 vay. 5 yaşından bəri mənə elədiklərini düşündükcə, mən səhər saat 5-də yatmışam, ağlamışam. Səhərə qədər ağlamışam mən. Yəni siz indi deyirsiniz ki, Nazqız xanım o qadını, Naziləni məhv eləyib, hə? Travmalar o. Bəli, bəli. Ona görə mi siz? Görürsünüz əsəbdən necə əsirəm mən?
Sakitləşdirici Sakitləş. Bir dənə getir. Əsəbləşmə. Sakit ol. Bir qızın, gənc qızın həyatını məhv eləyib anası. Bir var kənar şəxs eləsin bunu. Bir də ki anası. Elə bunlar da həmçinin. Bilinmir indi rəhmətə gedən ata-ananın münasibəti düşüncəsini kimsə necə elə olub. əyib da, ondan da yuxarıda var, ondan da yuxarıda var. Bir ana Valla qızına həyat niyə davranır? o qədər qısadır ki, bilirsiniz necədir? Həm də Bax, mən mürəkkəb. sizə bir şey deyim. Mən anamın ölümünə qədər başqa bir insan idim. Onu itirdim, tamam fərqli oldum. Yəni, orada biraz daha duygusal, daha ümumiyyətlə dünya malında zərrə qədər gözüm yoxdur da. Yəni, inanın mənə ki, mən deyirəm, mən bunun üçün çarpışmışam, mən onun üçün qəti. Atam öləndən sonra tamamilə fərqli bir, yəni mən atamda daha çox dostluğa, sədaqətə, sevgiyə, oradan nəsə götürdüm özümə. Anama dünya malını, çünki anam, dedim, həmişə deyirəm, anam çox belə, yəni sevirdi də, yəni belə qadın sevirdi, belə gözəl taxım, qızılım olsun, nə bilim, nə olsun. O heç kəsə də vermirdi, heç kəsə də vermirdi, son ana qədər də boğazından çıxartmır. Mən onda dünya malının heç olduğunu gördüm. Atamda isə dostluq, sədaqətli, adillik, vicdanlılığın, mərhəmətin mən şeyini yaşadım da ki, yəni nə var? Mən onda indi bir şey anlamıram. Nə qədər biz rahat şəkildə insanların qəlbini qırırıq. Nə qədər biz rahat şəkildə, yəni alırıq onun ürəyini ayağımızın altına atırıq. Nəyinsə xatirinə. Özümüzün, öz hisslərimizin və ya nəyimizinsə xatirinə qarşıdakı insanı, onun hisslərini, onun yaşayacaqlarını, alacağı travmaları düşünmədən rüzgar əstirir, Nazqız xanım. Sizi qınamıram. Əstağfurullah, xahiş edirəm, qəlbinizə dəyirəmsə məni bağışlayın, üzr istəyirəm. Amma Bizim Şeref xanım, bizim Onlardan əsas fərqi genetik dəyərin üstə qalxmaq qabiliyyətidir, Xoşqədəm xanım. Yəni genetik dəyərdən yuxarı bir dənə mənəvi psixoloji bağlılıq dəyəri də var da. İnsan insana doğmalaşmaq üçün illaki genetik bacı qardaş olması vacib deyil. İnsanın digər canlılardan üstün əsas fərqi budur. Yəni təkcə Nazlı genetik xanım, dəyərlə bağlılıq olmamaq. buyur. mən Nazilə xanımı çağırmışam bura. Bilirsiniz, siz də xəbəriniz var. Var. 56 il sizinlə birlikdə yaşayan qadın bugün bu xəbəri alır. DNK-nın cavabı açılır. Gəlsin Nazilə xanım. Buyurun Nazilə xanım. Nə qədər ağır. Mən Solmazla Kifayət xanıma o analizin, DNK-nın cavabını açanda nə qədər əzab çəkmişəm bir Allah bilir. İndi sizin qarşınızda mən o əzabı çəkirəm və özlə bu cür ağrılı bir anımda, yaralı bir anımda Nazilə xanım. Şeyla, düz o xanım biraz. Naydə, mikrofonu gətirmə. Nazilə. Siz çox gözəl xanımsınız. Çok sağ olun. Çok sağ olun. Siz de atanızı, ananızı Allah rahmet eylesin. Yeri cennette olsun. Atam mütaliəyə baxmışdı. İncimirsiniz Nazqız xanım bir söz desin. Atam mənə demişdi ki, o qadını qov o studiyada. Siz Allah bağışlayın olduğu. Atama haqqında pis fikirləşməyin ha. Rica edirəm. Onun haqqında pis fikirləşməyin. Estağfurullah. Dedim ki, niyə görə qovuram ki, gəlib də. Dedi ki, onun bacısı olmasa da, onun gəlib onu tələb etməsi bir insanın həyatına vurulacaq ən böyük zərbələrdən biridir. Bilirsiniz də sizin taleyiniz neçə müddətdir burada Bəli. Bəli, araşdırılır. buradadır. Ona görə bilmək istəyirdi. O yenə də
Mən müraciət edirəm qarşı bacıma. Hətta gəlsin, bu qadının ağlamağını mənim atam izləmişdi. Bacım, onlar da ağlayıb. Ər arvad ikisi də ağlayıb mənim efirimə. Bu qadın ağlayanda görüb. Bacım söndürüb televizoru ki, baxmayın. Bacılarım. Mən onun yerində bacım. Onu heç kəs eləməsin. Mən onu çox istəyirəm, ana yerində bacım. Onu heç kəs tənqid eləməsin. Mən bacımı çox istəyirəm, ana yerində bacım. Biz 4 bacım, 6 qardaşım, bir rəhmətə gedibdi. Nəzər rəhmət. 4 bacı, 5 qardaş indi. Allah hamısı məni çox istəyirlər. Onlar deyirsən, onların bacısı deyilsin. Demirlər, yox. Hamısı məni çox istəyirlər. Yox, demirlər, yox. Mən sizə sual verirəm. Baxın Nazilə xanım, tamam mən sizə inandım. Səmimiyyətinizə də inanıram. Bilirəm də ki, doğruları deyirsiniz. Nazilə xanım, əgər siz Naz qızın yerində olsaydınız, çıxıb bura məndən tələb edərdiniz ki, DNK testi olsun, görüm o mənim doğma bacımdır ya yox. Amma düzün deyin. Bura qədər düzün gəlmişsiniz, səmimisiniz. İndi səmimiyyətinizlə deyin cavabı. Yox. Gəlin. Onlar səni yox. Gördün mü? Sən onları çox sevirsən. Mənim sualıma gördün mü cavabı? Yox, bu tərəf otur, Nahidə. Otur orada. Gördünüz mü? Baxırsan da yəqin verilişə. Bəli, baxıram. Solmaz mənim qızım deyən deyil demişdi Kifayət xanım. Gəldi çıxdı ki, bu onun qızıdır. Baxdın mı? Solmazla arandakı, bax ikisinə də, burada indi psixoloqlar var da, ikisi də mütəxəssisdirlər. Məndən də yaxşı, düzdür, mən insan həyatları ilə işləyirəm. Onların artıq belə gözlərindən bilirəm nə var, amma mütəxəssis olmaq başqa bir şeydir. Bir də var ki, sən həyatlarla işləyirsən. Sual verirəm sizə. Bax, hər ikisinin duruşuna baxın, baxışlarına baxın, fikirlərini ifadə etməyə baxın. Bir ayrılıq görürsünüz onda, yoxsa eynilik görürsünüz? Sınmışlıq var, əzilmişlik var. Bu xanımın qorxusu var ki, bu əgər birdən onların bacısı olmasa, bu neyi niyəcək, bu harda yaşayacaq, o evə necə geri dönəcək. Bunun o qorxuları var. Çünki bugünkü gündə gəlib onun bacı olub olmadığını tələb edən biri varsa, sabahları o bilmir onun gələcəyi necə olacaq. Bilirsiniz, biz uşaq olarkən həyətdə oynadığımız uşaqlar ki var, biz gəlmişik yetkinlik yaşına çatmışıq, hələ də onları axtarırıq ki, o uşaqlıqda oynadığımız dostumuz. Bir evin içərisində böyüyəsən, oxşamır deyə bu mənim bacım deyil, bu bizim ailədən deyil düşüncəsində, nə bilim, onu çox incidiblər, çox incidiblər, o qədər sındırıblar ki o xanımı. O sadəcə fikirləşir ki, məni çox istəyin, mən sizi istəyirəm, siz də məni çox istəyin, məni qəbul edin düşüncəsindədir. Mən siz ilk efirə gələndən, sizlə bu efirdə olmuşam, onda da o fikirdəydim. Heç bilmirdim bu günləri bu açılacaq, neçə vaxt ağlımdaydı ki, bir Xoşqədəm xanımdan soruşum ki, onun axırı necə oldu. Bugün yəni açılacaq. sizin heç bir fikrinizi müsbət tərəfə qəbul etmirəm. Heç bir fikrinizi. Siz öz fikrinizi bildirdiniz, sizə böyük hörmətim var. Amma biz onu çıxsa DNK analizi, bacım çıxmasa da belə, o mənim bacımdır. Qarşıdakı da O da mənim düşüncədə bacımdır. olsaydınız DNK testinə Mənim 4 gəlməzdiniz. dənə bacım var, biri də 6-cı bacım olsun. O Siz düşüncədə səhv olsaydınız fikirləşdiniz. DNK Bizim testinə maddiyyətdə gəlməzdiniz. gözümüz də yoxdur. Şükür Allah, mən bu dəqiqə evdə bir dənə yetim qız, ana bala saxlayıram. Siz tanımırsınız məni hələ. Ay Yəni xanım. mənə elə bilərsiniz, keçən dəfə də dedilər maddiyyətdə var. Mənə maddiyyət lazım deyil. Allah rızası üçün Ay, edirsiniz. sağ ol. Mən də deyirəm ki, O da o mənim düşüncədə bacımdır. olsaydınız bugün DNK-da olmazdınız. DNK yenə dedim. Bu bir mənalı olaraq Mənim belədir. fikrim sizə çatmır desin. Mən əvvəldən demişəm də. Siz o Şübhədən düşüncədən çıxmaq istəyərdim. fərqi yoxdur. Eyni Burada nə anadan, var ki? eyni atadan O boyda oldunuz, sirrələr çıxıbdı olmadınız. verilişdə. Siz bir evdə böyümüsüz və siz onu həqiqətən özünüz kimi qəbul etsəydiniz,
Heç vaxt DNK-ya O getməzdiniz və mənim 10 milyon xalqın içində getməzdiniz DNK-ya. Xanım, məni isə təsir eləyən digər bacının daş kimi belə sərt, fikrindən geri dönməməyi, belə buz kimi soyuq münasibəti, neçə verilişdir, hamı deyir ki, hələ ki gec deyil, o fikrinizdən geri qayıdın da. Əgər demirsiniz ki, onsuz da heç nə dəyişməyəcək, qoyun açılmasın. Yox, Açılmasın, siz bilirsiniz, ola bilsin ki, indi bacınızın bugün çox ehtiyacı var sevgiyə, ona görə də durur, oturub burada. Bəs amma digər adamlara siz necə baxacaqsınız? Başqa insanlar, başqa qonşular, qohumlar, ətrafdakı insanlar, bilirsinizmi, siz ona heç nə eləmiş olmayacaqsınız. Siz özünüzə, nüfuzunuza zərbə. Aydındır, gəlin qısa və Şübhə xanımın özündən qaynaqlanmayıb. Birinci rəhmətli anasından qaynaqlanıb. 56 ildir bu şübhə ilə Əgər yaşayır. elə olsaydı, anası rəhmətə getməmiş gəlib çıxardı. Ana rəhmətə gedəndən sonra, izlər itəndən sonra Və gəlməzdilər. Pilos, bacısı da etiraf elədi ki, mənə pis davranmayıblar da. Yəni seviblər hamısı. Hamı da Amma bilər. qəlbində bir şübhə var da, bu adam qəlbində bir şübhəsi var. Əgər Solmazın da anası sona qədər ondan imtina eləməsəydi, o da onu Yox, qucaqlayıb Solmaz gedərdi. əvvəlcədən deyirdi ki, anam mənə sevgi göstərmir. Baxın, bu xanım əgər güclü bir xanım olsaydı, Güclü xanımdır. elə o çıxardı efirə, deyərdi ki, sübut eləyin onların bacısı yeməyə yox. Ona qarşı da cavab verərdi. Bu çox zəif, o qədər sındırıblar ki, o zəif xanımdır. Yox, o Onun o sınmaz. cəsarəti Əgər yoxdur. anadan Sınmış xanım qaynaqlansaydı, Ramal bəy, ana dünyasını dəyişməmiş. Nəyə görə biz deyirik ki, bu gəlib xanım bunu sınıb? Bir də deyə işlandırardılar. bilərsinizmi? Məsələn, sakit orada durubsa, bu o deməkdirmi ki, bu xanım sınıb? Nəyə görə biz deyirik ki, bu xanım Ramal sınıb? bəy, sizə hər gün evdə desələr ki, sən bizə oxşamırsan, biz sizə DNK verəcəyik ki, sən bizim qardaşımızsan, bacımızsan, yox, nə düşünərdiniz? Mən niyə sınmalıyam ki orada? Mən başa düşmürəm. Necə yəni, siz nə danışırsınız? Bu necə? Bu insana evdə sevgi göstərilib. Bunlar bacı kimi bir yerdə böyüyüblər. Sevgi göstərilmir. Sevgi göstərmək, paltar almaq, yemək yemək, nə bilim, tədbirlərində bir yerdə olmaq deyil. Sevgi tamamilə bir insanın şəxsiyyətinə hörmətdir, insanlığına hörmət. Olunmasa, şəxs deməzdi ki, mənim şəxsiyyətimə hörmət olunmuyor. Uşaq vaxtı alan travmaya bax, böyük insandır, obsesiyası var. Uşaqlara deyiblər ki, nədir, səni qonşudan almışıq, səni filan yerdə almışıq. Zarafat ediblər, adi zarafatdır. O zarafatı o insan ömrü boyu qəlbində gəzdiribdir. İndi sən fikirlə, bunu insanın, bizə psixosomatika var, Elmir bəy də yəqin ki, imkan verməz yalan deyən. Psixosomatika var da, insanın boynu girib çiyinin içinə, insan yük altında olmağı, yəni özünün gücünlə, Ramal bəy, sənin möhkəmliyinlə, sənin gücünlə, düzdür, mən o tərəflərə deyirəm, belə şəxsi müstəvi sual verək, amma yenə də sənin mənim gücümüzlə, ayaqda durma qabiliyyətimizlə onunki eyni olmaya bilər. Fərdi keyfiyyətlər var. Sevgi görməmişəm. Nəsə demək istəyir, bir dəqiqə. Ya o duruşuna, quruluşuna bax insanın da. Başqadan xanım, bağışlayın, acıqlamayın. Sizin uşağınız var. Var. Qazandığınız pulla uşağınıza sevgi verə bilərsiniz. Verə bilərəm. Hə, verə bilərəm. Onda sevgi deyil. Nədir? Heç vaxt sevgi deyil. Sevgi Mənim nədir? üzüm gülsə də içim qan ağlayır. Ay, Yaxşımı? sən 29 yaşına qədər bu ana gəlib böyüdüb boya başa çatdırıb, sən hələ burada durmursan, ana təşəkkür eləyəcəyinə. Ana, yanımda olub. Yanımda olub. Necə? Yanımda olub. Bəs harada olub? Sən evdə baxırlar, bu yazıqda işləyib də, sənin bugün iradın var ki, atanın iradını bildir, bibilərinin iradını bildir. Yazıq ana işləyib sənə baxıb da, nə eləməlidir? Hər gün sənin yanında oturmalıdır. Yazıq ana dediyiniz qonşudan öz uşağını axtarır. Yazıq ana dediyiniz Yazıq ana dediyimiz, mən başa düşmürəm ki, mən bir dənə sual maraqlıdır, çox üzr istəyirəm. Ailə bu bərə gedib Türkiyəyə özü üçün yaşayıbdır. Yox, bir dəqiqə. Özü üçün nəyə yaşayıbdır? Nə yox. Bu insan, yaxşı, bəs niyə sual vermişsiniz ki, bu xanımın 29 ildir ata və ata tərəfləri hardadır? Düşmüsünüz ananın üstünə. Ana 29, yazıq ana üstünə gəl bir heç kəs düşmür. Anam deyib ki, həmişə ananın üstünə. istəmirəm, yaxın gəlməsinlər. Atamdan boşanandan sonra... Sənə baxan elə ana tərəf olub da, ata tərəf olub. Yemək vermək başqa bir şeydir. Sevgi vermək, qayğı göstərmək, bunlar başqa-başqa şeylərdir. Yəni bunu gəlin qarışdırmayaq. O ki qaldı ata qohumlarına. Ata qohumlarda doğru deyirsən. Mənim əgər qızımı əlindən tutub qapı-qapı gəzdirib ki, bu qız mənim deyil desəydilər, mən verib məhkəməyə onu analıqdan məhrum edib uşağı da alıb aparardım evimə. Bunu da düz deyirsiniz. Amma burada o ananı kimsə analığına görə qınamır. Deyirlər ki,
Bu sənin qızındır və sən gəlib neçə il baxdığın qızı aparıb DNK testi verməyini burax. 5 yaşından hər gün bu qıza sən demisən ki, sən mənim qızım deyilsən. Mənim oğlum var. Yaşıl gözlü, sarı, saçlı, nə bilim nə. Bu Mənim anam, atam mənə qarşı o cür olsa, mən kimə inanaram həyatda? Hansı özgüvənim olar? Agresiyadan başqa bir şeyim olmaz. Hələ yaxşıdır ki, ayaqda dura bilir. Mən, Rama bəy, heç kim demirəm ata-ananı çölə tuluyur, xahiş edirəm. Bir var anaya qarşı məsuliyyət, bir də anaya qarşı sevgi. Bəli. Ana nəyi qazanacaq, onu alacaq. Ana var ki, bəli, böyük yaşlı insan travmasını sağaldandan sonra gedib, anasına atasına qulluq etmənin yolunu tapmalıdır. O minnətdarlıq hissi, məsuliyyət qalmalıdır. Söhbət nədən gelir? Sevgi almayıb. Onun üsyanı budur. Bir var Çörək sadəcə vermək, sevgi almasın vermək Əli bəli. görünmür. Uşaq onu elə algılamır. Sevgi, Bəli, məhəbbət mən olmur. işləyirəm valideyn kimi evladıma baxıram ki, onu sevdiyim üçün baxıram. Mənə görə sevgi elə əməkdir, o ana da yaxşı sevgisini düşürəm. verir. Əməyindən O övladını işin böyüdür. bir hissəsidir. Sevgini göstərməyi öyrənməmişik biz. Evdə pişiyə göstərə bilirik, amma evladımıza göstərə bilmirik. Əli müəllim, burada sevgi vermək deyil, sevgi bir yana ye, sevgini Hərdə verməyib. iqtam var, bəli. Yaxşı, ben o qadına verilən Travma sevgidən yaşadı. niyə danışmırıq? Necə? Özü Bəs ağır o qadın travma. yazıq tək qalıb da, 2 övladla qalıb ortada O da. bəlkə də acıq eləyib, Bəs o ayrı o qadın məsələdir. nədən acıq eləyib? Ər tərəfinə, yoldaşı tərəfinə Yox, ər tərəfi o qədər elə qadın var, ərinə, övladına bax. O ata gələrdi, O ata qədər sevgisini elə qadın göstərərdi. tanıyıram mən ki, ərinə acıq elədiyi üçün övladını incidir, Ramal bəy. bəli, tamamilə haqlı. Qaynanasını İncidir. oxşadığı üçün qızını incidən 3 yaşında incidir? döyən analar Ərini tanıyıram. incidib, Bəli. əlindən tələb Yəni edib bəs ki, niyə- gel, mənim oğluma al günən dostun gildə. Başqa bir Keçən insanlardan- dəfə O da danışdıq. atasını Həmin demək istəyən ailə- çıxanlar var. Gəlin biz Həmin mövzudan ailə neçə dəfə mövzudan yerində. kənarlaşdıq. Biz Nazqız xanımla danışırıq. İndi Nazqız xanım. Solmaz bəlkə haqlı idi, bəlkə haqsız idi, bilmirəm. Solmaz dedi ki, əgər analizdə mənim anam belə çıxsa, mən ondan imtina edəcəyəm. Onun öz fikridir. Nazilə xanım, götür mikrofonu. Böyük qızsan. Əgər siz onun bacısı çıxsaz, Bacım da elə belə. necə? Bacım da elə belə. Azıq çağır mənim bacımdır. Yəni siz bu təsdiqlənsə ki, siz həqiqətən bacısınız, bu qadına salam verəcəksiniz. Mənim üçün maraqlıdır. Verərəm. Vermirəm ki, mənim ana yerində bacımdır mənim. Sizi bura qədər çıxdı. Siz yaşlı görünürsünüz. Nöşür, o qədər incidiblər sizi. Bu fikrə alqış düşür məncə, yox. Baxın Böyüklük siz eləyir. Bəli, böyüklük eləyir. Bu xanım böyüklük eləyir. Zülfiyə xanım, Mərhəmət eləyir. bu verilişə hamı dünya baxır da, biz Azərbaycan xalqı baxır. Bütün dünya baxır. Kim bizi tanıyanlar da çoxdur da, yəni. Hamı qoşula bilər ki, biz ona işgəncə vermişik, neynəmiş. Siz elə qıraqdan deyirsiniz ki, işgəncə. İşgəncə o deyil, asıb kəsmək. İşgəncə bu psixoloji işgəncə. Nazqız xanım, Çıxdaş elə siz yox qadını, bacını. bu qızdan başqa neçə bacınız var? Böyüklük eləyir bacısı. Aycan, Bu qızdan başqa, yəni qız deyəndə Nazilə xanımdan başqa. Neçə bacınız var, neçə qardaşınız var? 4 bacıyıq, biz 6 qardaş, biri rəhmətə Bu xanımdan başqa. 3 bacı var da. 3 bacı, 6 da qardaş. Bəli. O qardaşlar Biri harda? rəhmətə gedib. O birilər var. O birilər... Rusiyadadır, rayondadır. Var. Yo, indi mənim üçün maraqlıdır da bu dünyanın cavabını açıram. Bunlar gəlir hamısı Gəlirlər, bura. gəlmirlər. Gözləyirlər. Yaxşı, onların sizə cavabı necə olacaq? Əgər bu DNK-da Nazilə sizin bacınız çıxarsa, ilk bunu siz istəmisiniz. Bəli. Bizə siz müraciət eləmisiniz. Bəli. O ailə sizi bağışlayacaqdı bu qızı çıxıb burada Onların da fikri, incitdiyiniz üçün. onların da fikri mənim fikrimdir. Çıxsa da çıxmasa da o yenə bacımızdır. O Mən, xeyr, siz qarşıdakı da müraciət bizim etmisiniz. bacımız. Onların fikri sizin fikriniz deyil. ən azından İlk siz aşağıdan- müraciət etmisiniz, siz bunun arxasınca düşmüsünüz. Onların fikri deyil bu. Onların fikri də maraqlanmırlar. Onların fikirləri budur ki, Nazilə bizim doğma bacımızdır. Onların bəziləri elə deyir. Olsun. Olsun da deyirlər. Başkanım xanım hamısı öyle deyir. Necə? Hamısı öyle deyir. Hamısı deyir ki, Nazilə mənim bacımdır. Bacım, bəli. Deyirlər heç o DNK-ya ehtiyac da yox idi.
Bir dənə bu bacı düşüb ortalığa, pis çıxmasın. Sponsorlarımıza teşekkür edeceğim. Xüsusi sponsorumuz Mediara Hospital'dı. Qeyd edeyim ki, Mediara Hospital'da qulaq burun boğaz cərrahı Azər Əbilzadənin yanında plastik burun əməliyyatları, ünum-plastik əməliyyatı 1000 manatdır. 055 230 32 90 əlaqə nömrəsidir. Bu arada neyrocərrah Əl Osman Qədimbəyin yanında bel boyun disk yırtıqları, karpal tunel və onurğa xəstələri icbari sığorta ilə əməliyyat olunur. 055 296 66 68 əlaqə nömrəsidir. Digər xüsusi sponsorumuz Al Marketdir. Həm sevdiyiniz məşhur markalar, həm də Al Marketin yüksək keyfiyyətli hər gün aşağı qiymətə təqdim olunan məhsullarını şok qiymətə əldə edə bilərsiniz. Yəni alış-verişinizi Al Marketdən edin. Digər xüsusi sponsorumuz Apro Hospital'dır. 7-24 fəaliyyət göstərir. Bilirsiniz ki, yeni açılıb Buta Palas'ın yaxınlığındadır. Həm müasir tibb avadanlıqlar, həm də həkim heyəti ilə uzman doktorlarla xidmətinizdədir. Bu arada neyrocərrahların Apro Hospital'da qəbulu iyun ayının sonuna qədər ödənişsizdir. O cümlədən ginekoloq Ulduz Əfəndiyevanın qəbulu da iyun ayının iyun ayı boyunca ödənişsizdir. 010 203 0088'e zəng edə bilərsiniz. Uroloq androloqumuz Bəxtiyar Hüseynova təşəkkür edirəm. Uroloji androloji əməliyyatları icbari sığorta ilə etdirirsiniz. O cümlədən balalarınız, övladlarınızı androloji yoxlamadan keçirmək üçün iyun ayı boyunca 30% endirim var. Bəxtiyar Hüseynovun yanında 055 694 4050 əlaqə nömrəsidir. Beynəlxalq Təhsil Mərkəzinə təşəkkür edirəm. Övladlarınız heç bir imtahan vermədən Türkiyə, Rusiya, Ukrayna, Gürcistan, Avropanın ən məşhur universitetlərinə qəbul ola bilərlər. Kreditlə təhsil mümkündür. O cümlədən 100 tələbəyə təqaüd. 051 401 44 43 əlaqə nömrəsidir. Vertebroloqumuz Röyə Musayevaya təşəkkür edirəm. Qamət pozğunluğu, çanaq deformasiyaları, skalyoz, kifoz, serebral iflic, inkişaf geriliyi kimi problemi olanlar 055 972 29 39'a zəng etsin. 14 iyunda da Gəncədə olacaq. Lor cərrahımız Leyla Zülfüqarovaya təşəkkür edirəm. Qulaq, burun, boğaz əməliyyatlarına 30% endirim. 050 836 36 36. Zob doktorumuz Xəqani Həsənova təşəkkür edirəm. Zəhərli zob, düyünlü zob, hamiləlikdə zobdan əziyyət çəkənlər həm rayonlarda, həm Bakıda sizləri qəbul edir. 050 603 81 82 əlaqə nömrəsidir. Aytən Sonsuzluq Mərkəzində 2000 manata ana ola bilərsiniz. 050 455 82 82. Avtologumuz Cahit Şahbazovun yanında mirvari suyudu, tikişsi çəpli əməliyyatı, egzmer lazer əməliyyatı istəyənlər 050 780 70'e zəng edə bilər. Bir itkinimiz var. Zəhmət olmasa efirə gəlsin. Bayramov Rahid Qafaroğlu. Salam əleykum. Salam əleykum. Xoş gördük sizi. Buyurun. Mənim oğlum... Oğlunuzdur Rahid, hə? Bayramov Rahid Qafaroğlu. Bəli. 1990 təvəllüd. Bəli, nə vaxt itkin düşüb? Ayın neçəsi, saat neçədə? Ayın 6-sında Bakıya gedib. Aha. O gəmidə işləyirdi. Aha. Üçün. Deməli, iyun ayının 6-sında Bakıya gəlib gəmidə işləyirdi. Yox, may ayının 7-sində. Mayın 7-sindən itkin düşüb. Bəs niyə görə siz indi gəlib çıxmısınız? Yox, mayın 8-i səhər. Gah 6 deyirsiniz, gah 7 deyirsiniz, gah 8 deyirsiniz. Bir dəqiq düşünün. Biləsuvardan çıxıb gedib şəhərə qardaşı dildə yaşayır. Aha, sonra? 8 evdən çıxıb sənədlərini düzəltdirmək üçün. 2-3 saatdan sonra onun telefonu sönüb. Yəni bu işlədiyi yerə gedib çıxmayıb? İşlədiyi yer Türkiyədir. O Türkiyədə xarici gəmidə işləyir. Türkiyədə xarici gəmidə işləyirdi. Hansı sənədlərini düzəltmək üçün müraciət etmişdi? Kopda sənəd var, Kopda. Bir də onun 35 yaş tamam olduğuna şəxsiyyət vəsiqəsinin vaxtı bitmişdi. Onu bir günə götürdük. Sonra onun xarici pasportu. Oradan da getməliydik biz.
Ona kimi onun yanında olmuşam. Axırıncı dəfə ondan getməmişəm. Axırıncı, amma Sonra- belə səhhəti, hər şey normal idi da, yəni hansısa bir psixoloji problem falan yoxdur ki burada. Heç bir psixoloji problemi yoxdur. Sağlam olmasa gəmidə, Türkiyədə işləməzdi. Yox, problem olsa Türkiyədə onu qoyardılar. Yəni sadəcə mənim üçün maraqlı budur. Neçə il idi Türkiyədə işləyirdi? 10 ildir. 10 il idi. Yəni hər dəfə siz onunla gedib gəlirdiniz, yəni Türkiyədə, ora. Çünki deyirsiniz ki, ilk dəfə idi onu tək buraxırdım. Yox, rayondan tək buraxdım. O boyda ay sizə Allah kömək olsun. Ay Qafar qardaş, yəni o boyda Türkiyədə işləyir, tək buraxırsan, Biləsuvardan Bakıya onu həmişə cüt gəlirmişsiniz. Yox, 2 dəfə getdim, özümün də işim var idi ondan. Bir dəqiqə sizə bir sual verim. Deməli, hardan Biləsuvardansınız, hə siz? Bəli. Bu Əlikram Bayramovun qohumlarından deyil, Rahid? Mən Əlikram Bayramovun qardaşıyam. Yəni Rahid Əlikram Bayramovun qardaşı oğludur. Mənim də çox sevdiyim müğənni, sənətçi. Çox sağ olun. Ay Allah, bəs bunu niyə mənə vaxtında deməyib Əlikram da bax ha, görürsünüz? Niyə gizlətmisiniz? Bunu niyə vaxtında gəlib deməmisiniz? Xanım, Zabratda polis idarəsi var, 15-ci bölümə. Aha. Biz getdik, ora müraciət Yəni müraciət eləmisiniz də, çox yaxşı, çox gözəl. Əlbəttə ki, elə düzgün eləyib müraciət etmişsiniz. Amma gərək bizə də müraciət eləyərdiniz ki, ictimailəşdirərdik də. Yəni aydındır. Deməli, ayın 8-dən Rahiddən xəbər yoxdur. Yox, telefonu bağlı. Ailəli idi Rahid. Rahid ailəli idi. Bəli, 2 övladı var. Biri 5-ci sinifdə oxuyur, biri 3-cü. Uşaqlar Azərbaycandadır, yoxsa Türkiyədə? Uşaqlar burada, bizim yanımızda. Hə, sizin yanınızdadır, aydındır. Yəni, heç nə vaxtsa olubdumu ki, Rahid bu şəkildə ayrılıb, gedib, sonra tapılıb? Bir dəfə olub. Ayrılma yox. O Türkiyədən gələndə bir dəfə 3 gün telefonuna zəng çatmayıb. Aha. 3 gün telefonuna zəng çatmayıb. Bu çoxdan olubdu? Yox, haradasa 2 il qabaq. 2 il qabaq da? Onu mən biraz uşaqlarla gəlirdi. O getdiyi uşaqlarla gəlir. Aha. Onlar da Azərbaycanımıza gedib gəlirlər gəmiyə. Yaxşı. Orada 3 gün tapılmayıb. Sonra mən zəng elədim aeroporta. Aeroportda polis rəisi var. Dedim, bu uşaq çıxıb aeroportda düşüb Azərbaycana. Onlar yoxladılar, dedi düşüb. 3 gündən sonra özü zəng elədi, qayıtdı, gəldi. Yaxşı, indi mən sizə sual verirəm. Qardaş, buna demədin ki, bu 3 gün hardaydın? Dedim. Nə dedi? Dedi, işim var idi. İndi ola bilər ki, yenə də iş olsun? Yəqin ki. Yaxşı, indi Qafar qardaş, bir sual da verim. Bu Rahidin bir istədiyi ikinci bir ailə həyatı, bəlkə həyatında bir qadın var, bilmirsiniz. Ola bilər, amma o heç vaxt ailəsinin üstünə evlənməz. Yox, mən demirəm ki, ailəsinin üstünə evlənib nə. Mən deyirəm, bəlkə onun həyatında bir qadın var, atadan gizləyir, ailədən gizləyir ki, indi belə. Çünki deyirsiniz, 2 il əvvəl də 3 gün yoxa çıxmışdı. %100 bunun həyatında bir qadın var. Əgər belədirsə, mən demirəm. Ola bilər. Yəni bir şübhələndiyiniz an, məqam, ola bilərmi mən onun həyat yoldaşı ilə danışım? Onun həmin o 3 gün yoxa çıxanda, Günəşlidə onun sumkasını bir dənə uşaq gətirdi, mənim nəvəmə verdi orada. Nəvəm də gəmidə işləyir, adı Caviddir. O Günəşlidə sumkaları gətirdilər, orada verdilər, mənim nəvəm də götürdü, gəldi, amma özü evliydi. Özü evdeydi. Yaxşı, o gətirən kim idi? Soruşmadın ki, sən kimsən? Gətirən balaca bir uşaq. Orada binalar var. O uşaq da bilməyib ki, bu uşaq bilməyib ki, siz mənə bir dəqiqə, baxın Qafar qardaş, siz mənə doğruları deyin, biz doğru yola gedək. Deyəsən sizin yanınızda kimsə var.
Sözü dəyişirsiniz, sizi yönləndirirlər. Yox, sözü Yönləndirməyin, dəyişmirəm, yönləndirməsinlər dedi sizi, kömək eləyək sizə. Xanım, mənə heç kim kömək eləyəmməz. Mən 15 il bələdiyyə sədri işləmişəm. Yönləndirən yoxdur ki? Heç kim yönləndirəməz. Qızım mənə dedi, şəkili televiziyada getdi. Hə, qız dedi, evdə yan. Qız yoxsa mən onların hamısını ödədim. Anladım. Deməli, Qafar qardaş, indi bu Rahidin o çantalarını gətirən neçə yaşında uşaq idi? Haradasa 10-12 yaşında. 10-12. Siz sual verdilər evdən ki, ay bala, sən kimsən, nəçsən, bu çantanı hardan alıb gətirirsən? Kim verdi bu çantanı? Bu çantanı nəvəm götürüb gətirib. Nəvəmin 25 yaşı var. İndi vətən müharibəsi iştirakçısı olub. İndi də o Türkiyədə gəmidə işləyir. Yaxşı, nəvənizə veriblər onu, yoxsa nəvəniz gedib? Nəvəm adres deyiblər, gəl filan yerdən onun sumkalarını götürür, o da sumkalarını götürüb gətirmişdi. Yəni həmən o filan yer dediyiniz var ha. O ünvanda bir insan çıxıb bu çantaları verib, yoxsa çantanı qoymuşdular ora, siz sadəcə çantanı götürdünüz? Yox, uşaq gətirib verib. Uşaqdan da soruşub, uşaq heç nə deməyib. Heç bir söz deməyib, aydındır. Bəli. Aydındır. Amma o ünvanı bilirsiniz də siz o ünvanı. Mənə verə bilərsiniz o ünvanı. Mən bilmirəm o ünvanı, mən getməmişdim. Ünvanı bilmirəm, mən getməmişdim, amma demək ki, nəvəm bilir, nəvəm də Türkiyədə gəmidə işləyir. İndi o telefonlara cavab verir gəmidə? Nəvəm? Zəhmət olmasa nəvənizin nömrəsini verin bizim əməkdaşlara. Biz təkrar sizi yığacağıq. Yaxşı. Alın nömrəni, danışın. Ünvanı alın. Bayramov Rahid Qafaroğlu. May ayının 8-də Biləsuvardan, daha doğrusu 6-sı gəlir, amma 8-də sənədlərini düzəltmək üçün gedir və sonra telefonlar bağlanır. Qeyd edim ki, Bayramov Rahid Qafaroğlu sizin də tanıdığınız sənətçi, müənnimiz Əlikram Bayramovun qardaşı oğludur. Yəni, Əlikram Bayramovun qardaşı oğlu may ayının 8-dən itkin düşübdür. Şəklə diqqətlə baxaq. Tanıyıb bilənlər, bu hadisədən xəbərdar olanlar 050-501-01-47-yə zəng edin və əgər Rahidi tanıyanlar və məni Rahid özü izləyirsə, lütfən əlaqə saxlasın mənimlə. Əlaqə nömrəni bir daha deyirəm, 050-501-01-47. Belə şeylər var. Vallahi yəni, atalarınızı niyə incidirsiniz? Analarınızı niyə incidirsiniz? Evdə konflikti var, kənarda ünsiyyəti var, nəsə var da. Yəni, ya olsa da, yəni bunu belə açıq-açıq deyin də. Valideynlərinizə göz yaşı tökdürdüyünüz hər bir damla göz yaşına görə inanın mənə ki, Allah qarşısında cavab verəcəksiniz. İnanın ki, Allah qarşısında cavab verəcəksiniz. Heç zaman valideynlərinizi ağlatmayın. Onlar narazı getməsinlər sizdən bu dünyada. Vallahi Quran haqqı mənim vicdanım o qədər rahatdır ki, o qədər vicdanım rahatdır ki, bax, atamın həkimi idi, anamın həkimi idi, Bəxtiyar doktor. Allah şahididir, deyə bilər ki, biz övladlar olaraq necə onun nazı ilə, tək mən yox ha, tək mən yox. Mənim bacılarım, 62 yaşlı bacım, atamın qarşısında belə necə dayanıb bax? Allah hər ikisini rəhmət eləsin. Hər gün məndə çox gözəl insanlar idi. Mən çox ünsiyyət olmuşam onlarla. Özəlliklə atanızla. Demək olar ki, saatlarla bəzən danışdığım zamanlar olur. Allah məkanı cənnət eləsin hər ikisi. Həqiqi mənada sizin kimi övladların olması üçün böyük bir şansdır. Yəni sizin kimi gözəl bir övladları var idi onların. Doktor, mən sizə o qədər təşəkkür edirəm. Bax, milyonların qarşısında mən bizim dəyərli professorumuz, uroloq-androloqumuz, mən onunla qürur duyuram, onun ailəsi ilə qürur duyuram, onun balaları ilə, indi biri də həkim olacaqdır, hal-hazırda Türkiyədə təhsil alır. Mən qürur duyuram ki, belə bir doktor fəaliyyət göstərir Azərbaycanda və o doktor mənim ailə dostumdur, mənim can dostumdur, mənim atamın oğul dediyi insandır. Siz mənim atama, anama çox əziyyət çəkdiniz. Mən xahiş eləyirəm, haqqınızı halal eləyin. Yox, varsa da əlbəttə ki, halal olsun, amma biz öz işimizi gördük bu tərəfdən də. Amma həqiqi mənada da yəni çox gözəl insanlardır. Allah məkanlarını cənnət eləsin. Ölümünə 6 saat qalmış belə Bəxtiyar doktora mən zəng elədim, çünki dəyişməli idi. Sidikatların dəyişilməsi lazım idi.
6 saat qalmışdı ölümə. Mən Bəxtiyar doktora zəng elədim. O şəhərdən çox kənardaydı. Amma buna baxmayaraq, o neçə saatlıq məsafəni dedim başqa adam göndərmə də, özünü istəyirəm. Atamı incidərlər. O yenə gəldi və onun gəlişindən 6 saat sonra biz atamızı itirdik. Ona görə mən, siz, Günay doktordu, Milli Onkologiya Mərkəzi, başda Cəmil müəllim olmaqla, mən Anar müəllimə, mənim atamın, anamın sevimli doktorları, ölüm anında belə mənim atam bu doktorların adını çəkdi və dedi ki, onlar çox əziyyət çəkdi qızım mənə. Mən hər birinizə təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm. Həm Anar doktora təşəkkür edirəm, haqqını helal etsin. Həm Milli Onkologiya Mərkəzində atamın, anamın qulluğunda duran bütün doktorlar, tibb bacısı və təbii ki, başda Cəmil müəllim olmaqla çox 5 il, 6 il mənim valideynlərimin əziyyətini çəkdilər. Niyə mən Bəxtiyar doktora dedim bunu? Yəni, söz gətirdi sözə. Mən fikirləşirəm ki, bax, indi Rahid kimi övladları, bunlar görəsən, atalarının onlara çəkdiyi əziyyəti görmürlər. Ay qardaş, ola bilər sizin böyük bir şeylər eləməyim, amma sizə həyat veribdir. Sizə nəfəsi Allahın izni ilə təbii ki. Siz bugün sahib olduqlarınızı valideynlərinizə görə sahib olmuşsunuz. Onları incitmək sizin haqqınız deyil. Siz onları incitməklə Allaha qarşı çıxırsınız. Çünki Allah haqqı, valideyn haqqı. Bunlar boşa gedirlər. İncitməyin onları. Rahib, çıx ortaya. Atan niyə görə bu əziyyəti çəkməlidir? Gör, bəlkə də o utandığından. Bax, bir də tanınmışlıq var da. Tanınmışlığın da, məşhurluğun da bədəli var da. İnandırım sənə ki, bəlkə də Qafar kişi qardaşı Əlikrama görə çıxıb öz oğlunun axtarışını may ayının 8-dən verməyib ki. Hamı yazacaqdı, Əlikramın qardaşı itiyib. Niyə itiyib? Hamı onu vurmaq üçün bir şeylər tapacaq. Məşhurluğun bədəli də. O kişinin bu həftələr ərzində balası üçün belə, ürəyini belə sıxıb dayanmasının səbəbi budur. İncitməyin valideynləri. Qısa bir ara verək, qısa bir aradan sonra davam edəcəyik.